ən çox işlədilən ifadələrdəndir. Çox təəssüf ki, bəzən yanlış yerlərdə və məramlarda da istifadə olunub. Bu bir zikirdir, bu bir şüardır, bu bir tövhid nişanəsidir. Əkbər ən böyük deməkdir. Allah ən böyüdür. Dərhal beynimizdə sual yaranır. Allah nədən böyüdür? İndi isə gəlin bu suala cavabı İmam Sadiq əleyhissalamdan eşidək. Bir dəfə bir nəfər İmam Sadiqin yanında Allahu Əkbar dedi. Həzrət soruşdu. Allah nədən daha böyüdür? Həmin şəxs dedi. Hər bir şeydən. İmam buyurdu. Sən onu məhdudlaşdırdın. Şəxs soruşdu. Bəs necə deyim? Həzrət buyurdu. Qul Allahu Əkbaru min ən yusaf. Yəni de ki, Allah vəsf olunmaqdan daha böyüdür. Yaxşı, bəs vəsf olunmaq nədir? Bu o deməkdir ki, Allah barəsində hər nə söylənilsə, hətta ən gözəl və uca